Həmişə olub, Peyğəmbər imamın da zamanında olub bəzi insanlar, məsələn, evlənmək istəməyiblər və evlənməməyin özünü Allaha yaxınlaşmaq üçün bir vasitə biliblər. Yəni, evlənməsəm daha yaxşı, daha tez yaxınlaşaram Allahıma. İmam Baqir əleyhissalama da bir nəfər yaxınlaşır, bir xanım da yaxınlaşır. Mən evlənməyən bir xanımam, subay bir xanımam. La uridu ət-təzvic əbəda. Evlənmək də istəmirəm. La uridu ət-təzvic əbəda. Qal və limə. İmam buyurdu ki, niyə? Yəni, səbəb. Evlənməməklə istəyirəm daha da fəzilətlənim. Daha da üstün bir məqamlara gedim, qət edeyim. İlahi məqamlara neyniyim, çatım. İmam buyurdu, yox, yanlış fikirdir. Bu fikrindən dön. Fələv kənə fi zalik fəzlən, əgər bu fəzilətli bir əməl olsaydı, ləkənət Fatimə, anamız Fatimə, əhaqqü bihi mink. Onda anamız Zəhra heç evlənməzdi, ailə qurmazdı ki. Yaxşı bir şey deyil. Bu fikir yanlış.